Əziz konferans iştirakçıları, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Demokratik Azərbaycan Dünyası Partiyasının təşkil etdiyi Azərbaycan Vətənimizdir adlı elmi-praktik konferansı açıq elan edilir. Təbrik üçün sözü Demokratik Azərbaycan Dünyası Partiyasının sədri hörmətli Fatma xanım Əliyevəyə verilir. Əziz qonaqlar, partiyamızın üzvləri, xanımlar və cənablar, hər birinizi salamlayır. Sizi aramızda görməyə çox şadam. Dünya Azərbaycanlıların Həmrəylik Günü 31 dekabr Azərbaycan millətinin birlik şüarı simvolu günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqə qurmaq, onların arasında birlik, həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlı Həmrəylik Gününün əsası 1989-cu il dekabr aylarında Naxçıvan SSR İran sərhədlərinin dağılması zamanı qorunulur. Şimali və Cənubi Azərbaycan arasında sərhədlər dağılırdı. Sərhədlərin belə Azərbaycan xalqını bölə bilməyəcəyini bütün dünyaya sübut edirdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ulu Öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabr ayının 31-ini Dünya Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd etmişdir. Ulu Öndər Heydər Əliyev bildirmişdir. İndi bir müstəqil dövlət mövcud olduğu halda dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlıların bir-biri ilə daha sıx əlaqə qurması, öz həmrəylərini bərpa etməsi, müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsi çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün dövlətlərdə yaşayan Azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və ölkəmiz də ayrı ölkələrdə olan Azərbaycanlı icmalar arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricdə yaşayan Azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursun. Bunlar hamısı dünyada olan böyük Azərbaycanlıların birliyi, həmrəyinin təmin olunması üçün əsas şərtdir. Bu sözləri Ulu Öndər Heydər
Əliyev ulu öndərimizin pak, səmimi, çox dəyərli məsləhətləri hər bir Azərbaycanlı yaddaşında əbədi həkk olunur. Xalqımız qan bahasına əldə etdiyi dövlət müstəqilliyini yalnız çox əhəmiyyətli milli birlik, milli həmrəlik ideyasına güvənmək, ona nail olmaq, qoruyub saxlaya bildi. Çətin dövrlərdə Azərbaycanın kənarda narahat yaşayan hər bir Azərbaycanlı bugün inkişaf etmiş, qüdrətli bir vətəndaş və dövlətin vətəndaşı olması ilə fəxr edir və yaşadıqları ölkədə rahat bir ömür sürür, sərbəst təhsil alır. İstədiyi şəkildə öz biznesini qurur, diaspor quruculuğunda fəal iştirak edirlər. Mən daha vacib bir məsələyə toxunmaq istəyirəm. Müstəqillik əldə etmiş dövlətimizin bunu qoruyub saxlanması heç də asan məsələ deyil. Demokratik dəyərlərimiz gün-gündən sürətli inkişafını görən xaricdəki, daxildəki bədxahlar gecə-gündüz çalışaraq pis niyyətli, dağıdıcı planlarını həyata keçirməyə cəhd edirlər. Lakin bugün xalqımızın sabitlik, əmin-amanlıq şəraitində firavan, rahat bir həyat yaşayır. Çünki dövlətimizin başında dövlət xadimi, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış prezidentimiz Cənab İlham Əliyev durur. Ona görə də anti-milli qübbələrin bütün bəd niyyətləri iflasa uğrayıb, müstəqil, suveren, demokratik respublikamızın ən yeni dövrünün qurucusu ulu öndərin əməllərini, tövsiyələrini yaşadan, həyata keçirdən prezidentimiz İlham Əliyev uzaqgörən siyasəti ölkəmizin dünya birliyinə daha sürətlə inteqrasiya edir. Ümumilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən prezidentimiz İlham Əliyev xarici səfərlərdə hər dəfə soydaşlarımızla görüşür, xalqımızın mədəniyyətini, dilini, milli adət-ənənələrini yaşatmağa, inkişaf etdirməyə və bütün dünyada təbliğ etməyə hər bir Azərbaycanın üzərinə düşən məsuliyyətli bir yük olduğunu bildirir. Xaricdə yaşayan Azərbaycanlılar dövlətin qayğısını, diqqətini, dəstəyini istəyirlərdir ki, harada yaşamalarından asılı olmayaraq daha sıx birləşir, yeni qurumlar yaradır, icmalar arasında əlaqələr genişləndirir, müstəqil Azərbaycanla daha sıx əlaqə qururlar. Bütün bunlar bizim həmrəylimizin təmin olunması üçün çox vacibdir. Demokratik Azərbaycan Dünyası Partiyası sarsılmaz birliyimizi daha da möhkəmləndirmək üçün dünyanın bir sıra dövlətlərində yaşayan Azərbaycan icmaları ilə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Bugün partiyamızın xaricdə yaşayan soydaşlarımızla sıx əlaqələr qurması, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən möhtərəm prezident İlham Əliyevin diaspor quruculuğu sahəsində yorulmaz fəaliyyəti nəticəsindədir. Respublikamızın bugünkü uğurlarında dövlət başçısının yer etdiyi daxili, xarici siyasətin rolu çox böyükdür. Biz soydaşlarımızla sıx əlaqələr yaratdıqca dünyada yaşayan digər xalqlarda milli mədəniyyətləri ilə tanış olur, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, onların milli maraqları, siyasi perspektivlərinə yaxından bələd olurlar. Bugün ulu öndərimizin layiqli varisi, onun bəşəri ideyalarının davamçısı, möhtərəm prezident İlham Əliyevin dünya Azərbaycanlarına diqqətdən bəhrələnən, güvənən, qüdrət və güc alan diasporumuz fəaliyyəti daha da genişləndirərək həyata keçirdikləri müxtəlif tədbirlərlə istənilən ölkədə öz sözünü artıq deyə bilirlər. Tarixi faciələrimizi etiraz olaraq xalq səsini qaldırır, Qarabağ münaqişəsinin əsl gerçəliyini dünya xalqlarına çatdıra bilir. 31 mart Azərbaycanlıların soyqırımı gününü, represiya və deportasiya faciələrimizi, il dönümünü, erməni separatizminə qarşı bir mübarizə bayrağı altından keçirirlər. Diasporlarımız beynəlxalq əlaqələrin, dostluq münasibətlərinin möhkəmlənməsi naminə dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyət və incələt günlərini keçirməklə müstəqil dövlətimizin dünya inteqrasiyasına müstəqisna rol oynayır. Yalnız bu günümüz deyil, gələcəyimiz də düşünən, uzaq görən siyasətçi İlham Əliyevdir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrə təhsili üzrə dövlət proqramını təsdiq etməklə gənclərimiz beynəlxalq aləmə inteqrasiyası üçün çox əlverişli şərait yaratdı. Dövlət proqramını qarşıya qoyduğu vəzifə əsasən 2015-ci ilədək 5000 Azərbaycanlı gənc xarici ölkələrdə dövlət hesabına təhsil alırlar. Bu proqramın dəyərinin əhəmiyyətini geniş məqamda düşünəndə fərəh və qürur hissi keçirməyə bilmirsən. Bu müddət ərzində minlərlə gənclərimiz Azərbaycançılıq ideologiyasını dünya miqyasında yaşadacaq, qoruyacaq və davam etdirəcəkdir. Bu Azərbaycanlı övladlarımız gələcəyinə möhtərəm prezident İlham Əliyevin böyük töhfəsidir.
Soydaşlarımız doğma vətəninə gələrkən qəlbləri ruh hissi ilə bölünür. Azərbaycanın sürətlə inkişaf edən bir ölkə kimi tanınması, müstəqil siyasət, yeridən dövlət kimi nüfuzun artması hər birimizin ürəyincədir. Azərbaycanın hər bir regionunda yüksək quruculuq işlərini görəndə fərəhlənməyə bilmirsən. Xalqımız dövlətimizin maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyevin milli birliyimizin, həmrəyimizin qətiyyətlə müdafiə edir. İndiki dövrdə beynəlxalq aləmdə milliliyini, millətin dəyərlərini, xarici və daxili sabitliyi qoruyub saxlamaq ölkə rəhbərində güclü ziya, zəka, müdrikçilik tələb edir. Möhtərəm Prezidentimiz İlham Əliyev xalqı öz ətrafında birləşdirən, Azərbaycanın demokratiliyini, hüquqluyunu, ulu öndərimiz tərəfindən qurulmuş vətəndaş cəmiyyətini qorumağı bacaran böyük siyasətçi, qətiyyətli liderdir. Nailiyyətlərimizin uğurlarımızı saymaqla qurtarmaq deyil. Azərbaycan getdikcə güclənməsi, dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilməsi artıq reallığa çevrilir. Bu işdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporların üzərinə böyük vəzifələr düşür. Prezident İlham Əliyev dünya Azərbaycanın təbrikində deyilir. Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan hər bir Azərbaycanlı doğma yurdu və güvənc yeridir. Hər bir Azərbaycanlı vətənimizin tərəqqəsi, milli mənəfiyyətlərimizin layiqincə qoruması üçün əlindən gələni əsirgəməməlidir. Buna görə bugün bir daha bütün dünya Azərbaycanı şıq birliyə, həmrəliyə dəvət edir. Milli mədəni dəyərlərimizin qorunması, vətənimizin çiçəklənməsi, beynəlxalq mövqelərin möhkəmləsi yolunda əzimkar fəaliyyətə səsləyirlər. Partiyamızın hər bir üzvü xalqımızın çox güvənliyi, inam, ümid yeri olan Prezident İlham Əliyevin bu çağırışına səs verir. Soydaşlarımızla bərabər hər birimiz vətənimizə öz dövləmizi verməkdir. Gündən günə inkişaf edən ölkəmizdə uğurlu gələcəyə doğru həmin addımlarla ilerləyirik. Mən də partiyamızın adından Azərbaycan xalqını Dünya Azərbaycan Həmrəylik günü, yeni 15-ci il günü və yeni 2015-ci il münasibətilə təbrik edirəm. 2014-cü ilin sonlarıdır. Bu sonluq yeni bir başlanğıcdır. Xalqımızın bu başlanğıcda 2015-ci ildə yalnız uğurlara diləyirəm. İndi isə çıxış üçün söz beynəlxalq mükafatlarla aktyor Midhət Aydına verilir. Buyurun Midhət müəllim. Mən də sizin hər birinizi, yəni bugün tədbir iştirakçıları, bugünkü bayrama görə, yəni mənim aləmimdə hər bir tədbir bayram sayılır, özə bax belə bir tədbir xüsusilə. Bu bayram münasibəti ilə sizin Demokratik Azərbaycan Partiyasının üzvlərini, eləcə də başda Fatma xanım olmaqla hamımızı təbrik edirəm. Qarşıdan gələn Həmrəylik günü münasibətilə bir də yeni ilinizi ürəkdən təbrik edirəm. Uğurlar arzusudur. İşinizdə müvəffəqiyyətlər arzusudur. Dahi Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövləti yeni yaranan dövlət quruculuğunun təzahürü kimi dünya ictimaiyyətinin daim diqqət mərkəzindədir. Böyük quruculuq idarəçilik təcrübəsinə malik olan ulu öndərimiz Heydər Əliyevin yaratdığı sülh və əmin-amanlıq şəraitində çiçəklənməkdə olan Azərbaycan beynəlxalq aləmdə əks-səda doğuraraq əsrə səs saldı, əsrin kontraktı. Kəsdə hər kim tökülən qan izini qurtaran dahi odur yer üzünü. Mən deyərdim ki, Hüseyin Cavidin müqəddəs kəlamları məhz ulu öndərimiz Heydər Əliyevə ünvanlanmışdır. Cavid məramında sülhə güvəndi, kəsdi qan selini bağladı bəndi. Dünya təsdiqlədi Heydər deyəndi, 500 il yol gələn şah ətəyindi. Dağ da özünə arxa sanırdı, dağın arxasında dağ dayanırdı. Qəhrəman xalqına arxalanırdı, qəhrəman rəhbəri Azərbaycana. Bir günəş doğuldu Heydər aldında, oldu bəxt ülkəri Azərbaycanın. Dolaşdı dünyanın quş qanadında bu təzə xəbəri Azərbaycana. Dolaşır dünyanın şanı, şöhrəti, Heydər dəyanəti, Heydər hikməti. Odur bu millətin milli qeyrəti, silahı, sipəri Azərbaycana. Heydər bu millətin şirin sözüdür, düşünən beynidir, görən gözüdür. Heydər bu millətin dan ulduzudur, odur al səhəri Azərbaycanın. Saflıqda dürr olub, gövhər olubdur. Heydər Əliyev fövqəladə bəşər olubdur, düz 45 ildir Heydər olubdur, dilinin əzbəri Azərbaycanın.
Heydər həm müqəddəs, həm də ki, ulu. Sabaha bir yol var, o Heydər yolu. Heydər bu millətin canlı simvoludur şah əsəri Azərbaycanın. Heydər həm dünəndir, həm də ki, bugün. Heydərli sabahlar olacaq gürgün, isti nəfəsinə qızınır hər gün, hər kəndi şəhəri Azərbaycanın. Dar gündə xalq onu xilaskar bildi. Heydər sivil olub köməyə gəldi. Onun gəlişi ilə gözləri güldü, yox oldu qəhəri Azərbaycanın. Xilas eləmək üçün bu ana yurdu, yenilməz müntəzəm bir ordu qurdu. Onun hər əmrinə müntəzir durdu, döyüşən əskəri Azərbaycanın. Düşmən qarşımızda diz çökəcəkdir. Bu xalq od alovdan düz keçəcəkdir. Heydərin adına and içəcəkdir gələn nəsilləri Azərbaycanın. Bu əğiz büzməsin hər yoldan ötən. Heydər ola bilməz hər kəs, hər yetən. Onun ətrafına fırlanır vətən Heydərdir məhbəri Azərbaycanın. Heydər bu millətin tali ulduzu. Heydər bu millətin alın yazısı. Xoşbəxt gələcək aparır bizi əbədi öndəri Azərbaycanın. Bu nə əfsanədir, nə də nağıldır. Heydər ilham yeni gücdür, yeni ağıldır. Heydərin adına layiq oğuldur. Heydər yadigarı Azərbaycanın. Ulu öndərimizin belə bir sözü vardı, mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Doğrudan da, mən elə gəlir ki, burada əyləşənlərin hamısı, başda Fatma xanım olmaq şərti ilə, hamısı fəxr edir ki, bugün biz Azərbaycanlıyıq. Ulu öndərimizin belə bir sözü də vardı ki, hər bir Azərbaycanlı erkən yuxudan qalxarkən fikirləşməlidir ki, mən bugün Azərbaycan xalqım üçün nə etməliyəm? Da fikirləşməməlidir ki, Azərbaycan xalqı mənə nə verməlidir? Mən elə gəlir ki, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri hörmətli Fatma xanım məhz belə xanımlardandır ki, o Azərbaycan üçün nəsə verir. Yəqin ki, mətbuatdan xəbəriniz var, sosial şəbəkələrdən xəbəriniz var ki, Fatma xanım beynəlxalq aləmdə Azərbaycanın təbliği ilə məşğul olan xanımlardan biridir. Bizə qarşı qərəzli olan beynəlxalq təşkilatlara qarşı son dövrdə 2 dəfə Avropa mətbuatında çox kəskin çıxış etmiş Fatma xanım. Və elə gəl ki, alqışlamaq lazımdır. Və mən çox xoşbəxtəm ki, bu hədiyyəni, mükafatın məhz Fatma xanıma mən verəcəm. İctimai Rəy Araşdırma Mərkəzi sosial şəbəkələrdə sorğu keçirmiş. Beynəlxalq aləmdə Azərbaycanın təbliğinə görə, eləcə də Avropa mətbuatında bizə qarşı qərəzli olan beynəlxalq təşkilatları tənqid etdiyinə görə ilin ən yaxşı ictimai siyasi adamı nominasiyasına təqdim olunur. Mən elə bilirəm ki, çox üzr istəyirəm, bu qəzetdən baş sıraxları buradadır. Biz yaxşı oldu, o da bizim təbrikimizə qoşulub, bizimlə bir dənə axırıncı zəhmət verəcəm sizə. Bir dənə axırıncı zəhmət olmaz. Tamam, teşekkür ederim. İnternet səhifələrində Fatma xanımın biri-birindən dolğun, kəsərli, barışmaz mövqedə dayanıb, xarici düşmənlərin bizə göz tutduğu torpaqlarımıza qarşı yazısını oxudum. Və bu yazını oxuduqca adam fəxr ki, doğrudan da hələ də Azərbaycan torpağı nigar Həcər qeyrəti xanımlar yetişdirir və öz torpağını müdafiə eləməyə başarır. Doğrudan açıq etiraf edir ki, hələ o cümlələri, o sözləri kişi yazarlarımız ürək elib yaza bilməmişdi. Fatma xanım o sözləri, o cümlələri yazmışdı. Əlbəttə ki, bu liderimiz, prezidentimiz Cənab İlham Əliyevin
xarici və daxili siyasətini arxalanıb, güvənib o cümlələri işləşmişdi. Fatma xanım bizim qəzetlərində əməkdaşlıq eləyir. Ümumi liderimizin alın günü ilə bağlı Fatma xanımın bizə yazısı getmişdi. O yazı ilə bağlı bizim redaksiyaya çox sayılı zənglər gəlib, məktublar gəlib ki, biz onunla görüşmək istəyirik, biz elə xanımlarla fəxr edirik, biz ona uğurlar arzulayırıq. Mən də qəzet kimi uğurlar arzulayırıq Fatma xanıma və ona yeni nailiyyətlər. Çox sağ olun. Biz də sizə Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti və yeni münasibəti səmimi qəlbdən təbrik edirik sizə və sizin qəzetinizə uğurlar veririk.